Məsələ 7. Bakı metropoliteninin eskalatorunun adi sürəti saniyədə 1,5 metr sürətini qəbul edək. Eskalatorun sürətini saniyədə 0,36 metr artırarsa, 186 metr yolu neçə saniyə tez qalxar? Fizikadan bizə məlumdur ki, bərabər sürətli düzxətli hərəkətin dənliyi S bərabərdir VT-dir. Və buradan T bərabərdir S bölək V. Eskalator adi sürətlə 186 metr məsafəni görək neçə dəqiqə gedər. 186 metr bölürük sürəti 1,5 metr olduqda 1,5 bu bərabərdir 2-də 3 yazırıq. 1,5-in yerinə 186. 3-ə ixtisar edirik. Bərabər oldu. 62 vuraq 2. 124 saniyə qalxar. Deməli, adi sürətlə 186 metri eskalator 124 saniyə qalxar. Eskalator sürətini 0,36 metr artırdıqda 186 metri böləcəm. 1,5 üstə gəl, adi sürətin üstünə 0,36 artırılmış sürəti gəlirik. Bu da bərabərdir 186 bölək 1,86. Sürəti də məxrəci də 100-ə vursaq 186 bu bərabərdir 100 saniyə. Deməli, eskalator sürətini 0,36 metr artırsa, 186 metr məsafəni 124 çıxaq 100 bərabərdir 24 saniyə tez qalxar. Cavab 24 saniyə.